Aftershop verilişi. Ha, ben onu YouTube'da dinleyirdim ama çok güzel de açıklama verdi. Sadece bu kanun yadımdan çıkmıştı. Ben bilirdim ki orada bu kızın günahı yoktu. Günah oğlandadır. Hele o kızı kurtkaşıl eləyə bilərdi. Kızın səhvi var. O başka bir şeydi. O səhvlərə göre insana 5 il iş düşmür. Həddini aşması var. Qadınlıq o həyabətlərini pozması var. Özündən çıxması. Bunlar hamısı deyir görsənən dağa nə bələdçi. Görünür də bu nədir? Bura bələdçi lazım deyil. Ama o adamın o qəzada günahı yoxdur. O günah öləndədir, bir də o qanuna qol çəkəndədir. Sənin prokurorundadır, müstəntiqindədir, acını deyirəm. Onlardan nə işim, mən də orada olsaydım, o şuurda olsaydım, mən də ona qol çəkəcəkdim. Prokurordur, müstəntiqdir, vəkilidir, nədir o ayrı orada? Bunların səhvləridir. Düzgün diagnoz vermir, qoymurlar onu. O qızın orada səhvi yoxdur. Görmür o adam nə təri gəlir. Hiç buna diagnoz qoymağa ehtiyac da yoxdur. Onu sağ başı üstündə olan adam elə maşın sürməz 60'la gedilən yolda. Bizdə bu yenə deyirəm, biz qınanlası deyirik, Allah bizi belə yaradı. Bu qurt dünyasıdır. İndi bu nöqtə qoyulanda, indi bax bunlar çavalayacaqlar. Bax o ki deyirlər ki, qol çəkiflər, bax bu qıza bu hökmü qızlarından yaşayacaqlar onlar. Bədəl ödəyəcəklər, anlamırlar. Allahın o deyir, haqq hesab cəza və mükafat labüddür. Kim yaxşı bir iş görərsə, xeyri özünü olar, bax Qurandır, Allah. Kim de pis bir iş görərsə cəzası özündə olar. Bunlar düzgün reaksiya vermədilər, düzgün qərar çıxartmadılar. O düzgün qərar çıxartmayanların hamısının qabağında cəza var. Mənlik deyil ha. Belə öz ruhları içindən, necə deyir Nizami? Ülvü məqsəd üçündür göz qulağı bəşərə. Allahın öz gözü, öz qulağı göz qulaqdır bəşərə. Qəlbi yanan ocaq tək ürəkdə od yandırar, bağrı yanan şam kimi çiyarlar odlandırar. Yəni məndən onlara xəta gəlməyəcək. Xəta onların işindən gələcək. Bu daxildən, ruhdan gələcək. Ruh Allah hər kəsdə. Bak onları ruh cezalandıracak. Allahları cezalandıracak. Səhv etdirən də odur, cezalandıran da odur. Məni danışdıran da odur. Zulə qərib, Rəbbimdən amalın ailəsinin qəlbinə bağışlama, rəhmi salmasını diləyirəm, deyir səmimi qəlbdən. Mən də diləyirəm. Mən onlara pislik arzu eləmirəm. Onlara Rəbbimdən mən səbir diləyirəm. Başları sağ olsun deyirəm. Cavan oğul itiriblər, axır qəmlər olsun. Amma bu insanlara acı həqiqəti, yəni başına gələn başmaqçı olar. Deyir bir məsəl var. Yəni yaşaya-yaşaya gəlirəm mən. Nələrin, o illərlə nələr olub, nələr yaşanıb, hansı ölümlər olub, nədən doğulub. Onun hikmətini, hamısını, hesabını öyrədə gətirib məni çıxardıq bura. İndi bu amalın ailəsinə anlamadığını eşitdirirəm ki, yəni bugün sən bunu bağışlamasan, sabah növbəti itkin olacaqdır. Bundan heç şübhən olmasın. Arzu deyil ha, qələt eləyərəm. Əvəcdadımdan. Acı həqiqəti xırdalayıram. Barışmasan, bağışlamasan, növbəti itkini gözünə gətir. Və itəndə də Allah eləməsin ha. Allahdan diləyirəm. Amma Allah bağışlayan da deyiriksə, bağışlamadıqsa, barışmadıqsa, orada cəza var. Oradan qaçış yoxdur. Bundan öncə bu amalın anasına tuturam üzümü. Kızının evlatları bir çüt. Bugün eşittim mən. Rəhmətə getdi mi? Onu da mı arzu öldürdü? Bu sizin bəddualarınızdan, bu sizin təkəbbürünüzdən, mənəmliyinizdən, özümü üstün tutmağınızdan. Bacı deyir, mən belə özümü apardım. Allah onu elə yaradı.
Sən onu qınaya bilməzsən, mən də qınaya bilmərəm. Mən də səni də qınaya bilmərəm. Amma acını izah etməliyəm. Qınamadan, mühakimə etmədən, mübahisə etmədən, tənələmədən izah etməliyəm. Balaların rəhmətə gedib, orada bir səhvin olub, cəzam, günahın olub, onları itiribsən. Burada qardaş itirdin, mən də 30 yaşında qardaş itirmişəm. Ondan canım sağ desin, neçənci il idi, 20 ildə əzab çəkdi bu dünyada. Sonra rəhmətə getdi, 80 neçənci ildə qəziyə gəldilər. Orada itirdim, qardaşı da itirdim, xaloğlu da itirdim. Amma indi bugün onu 5 parmağım kimi bilirəm ki, bu nədən doğulub ölümü, onun ölümü nədən doğulub, sənə onu izah edirəm. Barışmamazlıqdan, bağışlamamazlıqdan, bax bu yaxınlarda neçə cavanlar getdi torpağa. O nöqtələrə dəyib, onların da yarasını qanatmaq istəmirəm, sizin də yaranızı qanatmaq istəmirəm. Amma səhvi arzumda deyil, özünüzdə axtarın. Başa düşdünüzmü? Arzum yetərincə öz, o qadın kimi o oynaması, həddini aşması onu yetərincə cəzasını yaşadı. Amma sizin oğlunuzun ölümündə, sizin qardaşınızın ölümündə onun günahı yoxdur, günah sizin oğlunuzda olur. Bu göz qabağındadır. Elin gözü tərəzidir. Vəssalam. Budur. Qanı pula satırlar. Bəli, qanı pula satırlar, bəli. Amma o pula satılır, pulla alınan qan da rahatçılıqla yeyilmir. Babanın səhvi, günahı nəvəyə keçir. Təbii ki, bax, indi bu qədər bu arzumun işinə ki, qol çəkdilər. Bunlar hamısı miras topladılar evlatlarına. Arzunun yerində bunların savaq oğlanları, qızları oturacaq. Amma anlamadılar, nə iş görürlər. Budur. Hə, nənə babanın səhvi, günahı nəvəyə keçir. Bəli, keçir, 7 arxa dönən də onu yaşaya bilir. Başa düşdünüzmü? Mən bunun canlı şahidiyəm. Bax, mən öz evladımla bunu yaşamışam. Atadan, babadan qalan özümün də səhvim içində onu savablarla zorla qurtarmış. Pulla yox, pulum olmayıb. Pulumu çünki mən bütün var dövlətim əlimdən alıb. Mənim pulum olsaydı mən burada oturmazdım. Yəni pulumu hamısını alıb, varımı dövlətimi alıb, bu hikmətləri anladıb, savabla necə qazanılmasını, yəni savabın həll etdiyi müşkülü pul həll edə bilmir. Bəli, keçir.